Amerikada 2 ildən sonra gəlirik maşının təkərini dəyişməyə. Gəlin sizə təkərlərin qiymətini göstərim, təzələri və işlənmişləri neçə olur. Şirkətin adı Raymond Tire'dır, Tire Shop. Bax belə gəlirsiniz bura, təkərləri götürüb aparıb içəridə dəyişirlər. Burada həm işlənmiş, həm də təzə təkərlər var. İndi qiymətlərini də deyəcəm. Burada da belə təzə təkərlər var. Bunlar da ikinci əl işlənmişlərdir, bax. Təzə ilə demək olar ki, eynidir, amma yox, eyni deyilmiş. Bir Azərbaycanlı olaraq bu biznesin də hesabatını aparmışam, narahat olmayın deyəcəm. Minimum $60.000, maksimum, yəni yaxşı səviyyədə başlamaq üçün $100.000 pul lazımdır. Nələrə bir deyim. Obyektin özünə, təkərin konteynerine ən azı 2 aydan gəlməyinə və yaxud da burada ikinci əl təkərlərin alınmasına, daha sonra isə sənədləşdirmə, obyektin icarə haqqının 3-4 ayını nəzərdə tuturuq ortalama hesabla ödəməklə, ləvazimatların alınması ilə bir yerdə minimum $60.000 kiçik bir tire shop açıb işə başlamaq olar. Amma inandırım sizi ki, bu biznesə 60 yox, 100 yox, hətta 200.000 pul yatırmağa da dəyər, əgər işi bilirsinizsə. Birinci növbədə Amerikada hər il inspection deyilən bir şey var. Təkəriniz əgər inspection olunan şəxs tərəfindən, yəni standartlara uyğun olmadığını bilsə, mütləq dəyişdirilməlidir. Bu da ildə bir dəfə dəyişməkdir. İkinci növbədə Amerikalıların özləri belə bizdəki kimi, yəni o anlayış yoxdur ki, qabağı götür arxaya vur, arxanı qabağa, dəyiş 1-2 il belə sür. Bu anlayış yoxdur. Ona görə Amerikalılar hər il təkər dəyişməyə üstünlük verirlər. Üçüncü növbədə isə Boston, yəni New England ərazisi və ətrafı niyə daha çox təkər dəyişir? Çünki qış ayları burada çox sərt keçir, duzlanma prosesi çox olur, təkər yeyilir. Və bildiyiniz kimi Amerikada bir yerdən bir yerə getmək üçün həqiqətən uzun məsafələri qət eləmək lazımdır. Bu halda da təkərimiz daha çox istifadə olunur. Ona görə mən belə düşünürəm ki, bu biznesə 200-dən də çox pul yatırmaq olar. Qazancı da inanıram ki, 1 il, 2 ilin içində özünü bərpa eləyə bilər. Əgər belə bir biznes qurmaq istəsəz və 200.000-iniz varsa, göndərin qardaşınız burada yesin, dağıtsın. Adi Prius təkərlərini, yəni 15-16-lıq təkərləri $55-60 təklifə başlayırlar, ta ki sən qiyməti görənə qədər. Amma endirim istəyib $50 da ala bilərsən. Mən maşınımın təkərləri 19 ölçü olduğuna görə $85 başladıq. Axırda $75, Allah xeyir versin. Bu da ödəyəcəyimiz pul $300. 4 təkərin 4-ündə bax burada belə formada qeyd edilib, çox maraqlı. Gəlirsiniz kassaya, burada cash $300 çıxardır. Görürsünüz ki, ödəyəsiniz. Və sizcə bu qədər təkərə, bu qədər pul vermək bahadır yoxsa yox? Azərbaycandakı qiymətlər həqiqətən yadımdan çıxıb. Bilən varsa yazsın. Hi, how are you? Özünüzdən müğayət olun, növbəti videolarda görüşərik. Kanala abunə olub videoları da bəyənməyi unutmuruq. Hələlik.